Bakının Xəzər rayonunda ata qızına xəsarət yetirib Ağdam rayon sakini 1970-ci il təvəllüdlü Vəli doğma qızı Gülnarə ilə mübahisə edib. Bu zaman Gülnarə atası ilə kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən şillə ilə bir dəfə onun üz və bir dəfə isə müxtəlif mətbəxdən götürdüyü kəsici alətlə ayaq nahiyəsindən vurub. Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş şəxs ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib. Bundan başqa Bakının Yasamal rayonunda 38 yaşlı kişi arvadına xəsarət yetirib. Hadisə onların birgə yaşadığı mənzildə baş verib. Bərdə rayon sakini 1988-ci il təvəllüdlü Bəhram həmin gün saat 22:20-də arvadı Samirə ilə mübahisə edib. Aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı o arvadının baş və sol və ayaq sağ qol nahiyəsindən qəsdən yumruq zərbəsi ilə vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Bəhramın barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını bildirib, zərərçəkmiş də ifadəsində əri ilə barışdığını, ona qarşı şikayəti olmadığını göstərib. Yasamal rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bakının Sabunçu rayonunda 33 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Hadisə rayonun Məşdağı qəsəbəsi Alballıq yaşayış masivində qeydə alınıb. Şamaxı rayon sakini 1993-cü il təvəllüdlü Akif birgə yaşadıkları evin qonaq otağında həyat yoldaşı Zümrüd ilə mübahisə edib. Akif Zümrüdün ona qarşı nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun hər iki qolundan və boğaz nahiyəsindən tutaraq sıxıb, bir dəfə isə əli ilə üz nahiyəsindən zərbə vurub. Faktla bağlı Akifin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib, zərərçəkmiş ona qarşı şikayətini geri götürüb, onu bağışlayıb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində ittiham edici hökm çıxarmayıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib. Şəmkirdə gənclər arasında parkda başlayan zarafat qanla bitib. Kür qəsəbəsində baş verən hadisə zamanı yeniyetmə dostuna ağır yaralayıb. 2007-ci il təvəllüdlü Elcan Quliyev qəsəbə parkında tanışı Musa ilə gəzərək söhbət edib. Bu zaman onların əl-qol zarafatı mübahisəyə çevrilib. Elcan üzərində gəzdirdiyi bıçaqla dostunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Hadisədən sonra gənc barəsində xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məhkəmədə ifadə verən Elcan dostunu qəsdən vurmadığını, hər şeyin qəfildən baş verdiyini iddia edib. Musa mənim yaxın dostumdur. Hər gün görüşürük. Həmin gün ad günündən gəlirdim. Cibimdəki bıçağı da ağac kəsmək üçün götürmüşdüm. Parkda zarafatlaşdı. Aramızda narazılıq yarandı. Bıçağı onun istiqamətində attım. Boynuna dəydi. Əgər zərbələrdən xəbərim olmayıb. Sonra ona kömək edib xəstəxanaya apardım deyə o ifadəsində göstərib.
Zərər çəkmiş Musa isə zərbənin anını hiss etmədiyini bildirib. Parkda zarafat edirdik. Bıçağın əvvəlcə əlimə dəyməsini gördüm. Əhəmiyyət verməyib uzaqlaşdım. Kürəyimdən vurulduğumu isə yalnız oradakı uşaqlar qan axdığını deyəndə bildim, deyə zərər çəkmiş ifadəsində qeyd edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan Quliyevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.